Sabahınız və hər vaxtınız xeyir olsun. Yeni vlogumuza çox xoş gəlmişik. Mən də, sizlər də. Əslində bir saat bundan öncədən oyanmışam. Sadəcə olaraq duran kimi paltarları ütülədim. Çünki vaxt birdən çatmaz. Bugün çox dolu bir gün keçirəcəyik. Çolkamı da axşam necə gəldi ukladka eləmişəm. İndi də gözümə girir bir tər, onu kontrol eləməyə çalışıram. Səhər indi sizlə bir yerdə gedəcəm. O yadınızda da demişdim, isə boya almalıyam. Onu almalıyam. Sonra rəsmə getməliyəm. Ondan sonra canım istədisin nə etməliyik. Ondan sonra iş yoldaşımla görüşəcəm və ondan da sonra neçə vaxtı görüşmədiyim bir ildir. Görüşmədiyim qrup yoldaşlarımla da, qrup qızlarla daha doğrusu görüşəcəyik. Az qala mikrofonum yadımdan çıxmışdı, tez bunu qoşum. Gəldim ki, indi yeməyi hazırlayım, yeməyi yeyim, sonra gedim orada rəngləri səhv salmayım, rəsmdə mən bir dəhər olmayım. Pərdəni buradan açım ki, oy, işıq düşsün. Əslində kalbasa və sosiskalar çox ziyanlıdır. Ona görə də biz ancaq 2-3 aydan bir dəfə evə belə bir şey ala bilirik. Bir sıra məhsullar var ki, fərqindəyik ki, bunlar həqiqətən də bizim orqanizmimiz üçün yəni xeyirli deyil, əksinə ziyanlıdır. Amma çox təəssüflər olsun ki, dadları yaxşı olduğuna görə adamın hərdən ürəyi çəkir, canı çəkir, deyirsən eybi yoxdur, bir dəfə yesəm heç nə olmaz. İnanırsınız qızlar, səhər belə qəşəng bir səhər süfrəsi hazırlayıb birlikdə oturub yemək yeməyi o qədər çox sevirəm ki, uşaqlıqdan bəri hər kəsin, bütün yəni ailə üzvlərinin bir masa arxasında oturub yemək yeməyi bizdə adət idi. Bəlkə də bunun təsiridir ki, indi də mən bu şeyi çox sevirəm. Bu əynimdəki paltarın mavi rəngini almışdım. Keçən dəfə sizə vlogda göstərdim. Amma mən onu dərziyə verməliydim ki, biraz ətəyini kəstirsin. Onu eləmədiyimə görə məcbur oldum, yenə də bu rəngini geyindim. Bu başmaq tərzində olan ayaqqabının adı bilmirəm nədir. Sandaldımı, sandaletdir, yoxsa buna tərlik deyirlər elə. Nədirsə bu 2-3 yaydır ki, mən bunlardan əl çəkmirəm. Çox rahatdır, çox komfortludur. Bircə işə gedəndə belə şeylər geyinə bilmirəm. Qalan günlərdə isə çalışıram geyinim. Gəldim ki, bu boyalardan alım. Bir də baxdım ki, qızlar qiyməti qalxıb. Bunlar 2.60 idi ya 2.80 idi. Olub 3 manat 80 qəpiyə. Hər şeyin də qiyməti qalxa gedir vallah. Qızlar elə oradaca müəllimlə danışdım. Dedi elə budur. Sadə qırmızı rəng götürdüm. İndi gedirik maşına, sonra da kargoya. Bugün qrup qızlarımız öz şirin balalarını da gətirəcəklər deyə mən də girdim Minisoya. Dedim ki, əli boş getməyim, kiçik də olsa onlara uyğun nəsə alım. Və ən çox bəyəndiyim belə mənə şirin gələn bu pingvinlər oldu. Elə bunları götürdüm. Qızlar Minisodan aldım, qaça gəldim dərsə. İndi çıxıram. Hava o qədər isti idi, saçım, başımda hər şey bir-birinə qarışıb. Bu
Bu dəfə seçdiyim rəsm əsəri keçən dəfəki ilə müqayisədə bəlkə də bir 10 qat çətindir. Bəlkə də belə uzaqdan baxanda həmin rəsm adıma elə o qədər də çətin gəlmir, amma o rəngləri tutuzdurmaq, o rənglər üstündə xırda detalları yaratmaq həqiqətən də asan deyilmiş. Ona görə elə dərsə başlayanda, dərsin əvvəlində müəllimdən kömək istədim ki, mənə istiqamət versin ki, bu rəngləri necə tutuzdurum, necə çəkim. Demək əzizlərim, mən bir şeyin fərqinə varmışam və istəyirəm ki, bunu da sizlərlə bölüşüm. Mən hansı vloqumda, hansı videomda izləyicilərin, yəni mənim videoma baxan insanların abunə olması ilə bağlı xatırlatma edirəmsə, həmin videonun statistikasına baxıram ki, həqiqətən də abunələrin sayı çoxdur. Nə vaxt ki, bu kimi sözlər demirəm, yəni abunə olmaqla bağlı çağırış eləmirəm, baxıram ki, həqiqətən də abunə olanların sayı aşağıdır. Sizləri bezdirmək istəmirəm, amma mənim bu qədər video çəkməyimdə, belə maraqlı kontentlər yaratmağımda yeganə motivasiyam sizsiz. Ona görə də abunə olmayanlardan xahişim kanala mütləq şəkildə abunə olun. Artıq abunə olmuş olan izləyicilərimi isə buradan çoxlu öpür və qucaqlayıram. Kaş YouTube arxa fondan gələn mahnılara qadağa qoymazdı. Çünki mən girirəm, baxıram videolarıma 1x-la, yəni normal sürətlə, orada gözəl rəsm çəkirəm, arxa fondan gözəl musiqi gəlir və o qədər adamı rahatlaşdırır ki, həmin video. Amma heyif qızlarım, mən bunu sizlərlə bölüşə bilmirəm, çünki YouTube qoymur. Bilmirəm fikir verdiniz ya yox. Mən aşağı hissədə bu açıq rəngdə olan, krem rəngində olan gülü rəngləməyə başladım. Amma müəllimə gəldi mənə dedi ki, sən birinci əgər belə açıq tonlardan başlasan, şəklin əslini görə bilməyəcəksən. Yəni gərək sən tünd tonlardan başlayasan, ən sonda, yəni sonradan isə belə açıq tonlara keçəsən. Mən akril boyadan istifadə edirəm, amma mənə elə gəlir ki, yağlı boyalar daha gözəl görünür. Demirəm belə, wow, əl qabiliyyətim superdir, çox gözəl incə sənət bacarıqlarım var, amma ki, məktəb vaxtı rəsm xətt dərsində, müəllim dərsdə tapşırıq verəndə, bu tapşırığa çəkə bilməyən sinif yoldaşlarım mənə verirdilər gizlin şəkildə ki, əzizə çox xahiş edirəm, bunu sən çək. Mən öz tapşırığımı hamıdan tez bitirdiyimə görə boş vaxtım qalırdı və darıxmayım deyə, həm də ki, mənə çox xoş gəlirdi ki, başqalarına kömək eləyirəm. Müəllim icazə vermirdi, deyirdi ki, hər kəs özü çəkməlidir. Bilmirəm, səhv eləyirdim ya yox, amma ki, alırdım onların dəftərlərini gizli şəkildə çəkirdim və geri qaytarırdım. Hərdən elə olurdu ki, 5-6 nəfər birdən məndən kömək istəyirdi, amma tapşırıqlar da müəyyən vaxt aldığına görə mən çatdıra bilmirdim. Çatdırmayıb çəkə bilmədiyim, yəni kömək eləyə bilmədiyim mənim sinif yoldaşlarım da məndən inciyirdi. İnciyənlərdən də üstəlik mən inciyirdim ki, elə bil mənim borcum var, mən bunu eləməliydim. Sonra da elə olurdu, barışırdıq. Dərsdən çıxdım, iş yoldaşımla görüşdüm. Elə mənim dərsimə yaxın bir yerdə kofe shopda oturdu. Bura gələnə qədər kofe içməyi planlayırdım. Elə kofe shopu da ona görə seçdik ki, buranın kofeləri qəşəng olur. Amma bura çatanda fikrimi dəyişdim. Dedim, ən yaxşısı belə buzlu limonad götürüm ki, mənim bu isti havada susuzluğumu yatırtsın. Ola bilər aranızdan kimsə deyər ki, kofe içmək istəyirdinizsə buzlu soyuq kofe içərdin. Əvvəlki vloqlarıma baxan izləyicilər artıq bilirlər ki, mən soyuq kofe sevmirəm. Yəni kofe deyəndə mənim ağlıma ancaq isti kofelər gəlir. Bu arada qızlar, kargoya gedəcəm demişdim, getdim, götürdüm. Buradan 2 məhsul var idi ki, mənim iş yoldaşımın idi, gətirdim, ona verdim. Bir bu serum tonal kremdir, çox qəşəngdir, bunu çox tərifləyir, bəyənir. Bir də ki, bu 345 kremidir. Bu da iHerb'də endirimdə idi. Yəni oradan almaq həqiqətən də sərf eləyir. iHerb'də endirimə düşən də əladır, amma endirimdə olmayanda isə bu Koreya məhsullarını ən yaxşısı YesStyle'dan alın. 2 saat bol-bol, doya-doya iş yoldaşımla söhbət elədim. İndi isə gedirəm taksi ilə, mən Crescent Mall-a, çünki qrup qızları ilə orada görüşəcəyik. Aha, bəli. Biz əslində başqa bir restoranı istəyirdik, amma ki, təəssüflər olsun ki, yadımızdan çıxıb heç birimiz rezerv eləməmişik. Getdik, gördük ki, tamamilə full doludur. Ona görə elə Crescent Mall-un içində baxdıq ki, hansı restoran belə gözümüzə xoş gəlir. Burada elə boş idi, adı Lulu idi, gəldik burada oturduq. Birinci biz içəri girəndə gördük ki, zalda, yəni adam doludur, zalda boş yeri yox idi və xanım bizə dedi ki, terrasda əyləşə bilərsiniz. Biz də uşaqlı olduğumuza görə soruşdum ki, bəs terrasda əyləşsək, orada siqaret çəkmək
çəkmirlər ki. Xanım da dedi ki, yəni elə siqaret çəkən olmur. Amma elə olmadı, siqaret həqiqətən bizi narahat elədi. Ona görə də içəri boşalan kimi bizi içəri keçirtdilər. Qızlarla görüşümüz çox maraqlı oldu. Hələ bu gün belə bitmir. İndi isə buradan çıxıram, qaynanam, qaynatam, baldızım, baldızımın oğlu, mən və yoldaşım bir yerdə gedirik Mərdəkana. Bu yeri çoxdanın ağlımda tutmuşdum. Əslində keçən il burada viral olmuşdu. Bütün blogerlər burada gəlib şəkil və video çəkdirirdi. Mən qızlarla yemək yemişdim. Eyni zamanda yoldaşım Gildeli Crescent Mall-daydılar. Onlar da yemək yemişdilər. Elə orada görüşdük, gəldik bura. Ona görə dedik ən yaxşısı burada çay, kofe, belə bir şeylər içək. Düşünürəm çox adam olmasaydı, biraz sakitlik olsaydı daha gözəl olardı. Amma yenə də nə qədər də olmasa buranın abu havasını mən bəyəndim. Bu dizaynı kim düşünüb, kim planlaşdırıbsa ona halaldı. Tavandan asılan bu parçalar küləyin təsiri ilə elə dalğavari yerlənirdi ki, adam baxanda beynini dincəldirdi. Famil belə frap götürdü. Mən nədənsə nə kofe, nə belə süd olan bir şey istəmirdim. Ona görə belə təbii sıxılmış portağal şirəsi götürdüm. Mərdəkandır, Şivalandır, ümumiyyətlə bir sözlə belə deyim də qızlar, dəniz kənarı, dəniz ətrafında mənim saçım dəhşətli dərəcədə şişir. Yəni bunun da səbəbi düşünürəm ki, nəmişli idi. Bugün sözün əsl mənasında əməllicə yorulmuşam. Siz ailə ilə vaxt keçirəndə, nə bilim qızlarla vaxt keçirəndə, kimlərləsə görüşəndə çox çəkiliş eləyə bilmirəm. Çünki çalışıram ki, həmin anı yaşayım, söhbət eləyim, həmin andan zövq alım. Bir gün bitir, amma mən bir günü 10 dəqiqəyə, 11 dəqiqəyə sığdırmışam. Saat artıq 12-15 dəqiqə qalıb, amma biz hələ yoldayıq, indi gedirik evə. Qapı döyülür, bir dənə açaq. Xoş gəlmişsiniz öz otağınıza. Canlarım mənim, əzizlərim mənim, növbəti gündən sizləri salamlayırıq. Luna xoş gəlmisən, həmişə sən gələsən, amma çox təəssüflər olsun ki, otağı qumu bütün dağıtmısan. İç səsi gəlir çöldən. Bax, yaxşı. Qızlar, bu tərəfləri Luna dağıdıb, özünüz də görürsünüz də, yəni nə günə qoyub. Mənlərimi yığışdıra bilmədik, açığı hər axşam Famil buraları səliqəyə salır, ya pel soslayırıq, yəni robot tostoranı qoşuruq, nəsə eləyirik. Amma dünən heç nə eləyə bilmədik, ona görə baxın görürsünüz, bir gün nəsə eləməyəndə bura bugün də olur. Nəysə qızlar, Lunanı da ayıpladıq. İndi mən sizə nə göstərəcəm? Dünənlərim biz getdik, karqonu götürdük. Və karqonu götürdük, amma mən sizə göstərməmişim. Şimdi göstərəcəm ki, nələr almışıq. Əslində dünən sizə göstərdiyim iş yoldaşımın 2 dənə məhsulu var idi. Qızlar, o serum tonal kremi, BB kremi idi, nə idi? Onu o qədər çox tərifləyir, yenə almaq fikrindədir. Yəni sizin üçün bir də bura şəklini qoyacağam. Baxarsınız buna. Çox yüngül teksturaldır. Mən açığı özüm istifadə eləməmişəm. Amma yəni rəfiqələrimin, dostlarımın, yaxınlarımın istifadə elədiyi, çox bəyəndiyi məhsulları sizlərlə bölüşürəm ki, sizin üçün bir fikir olsun. Bu kalsium, magnezium, zinkdir. Bundan çox biz istifadə edirik ailəvi olaraq. Həm mənim mamamgil, həm qaynanamgil, həm belə özümüzdə. Bu Familin vitaminidir. Mənim şampunum bitmişdi, qalmışdım belə. Bunu bilmirəm, Bakıda satırlar ya yox, amma mən bunu iHerb-dən vururam və çox qəşəng bir şeydir də. Mənə deyirlər, qızlar yazıblar mənə keçən vloquma ki, saçınıza nə edirsiniz ki, belə qəşəng olub da, hamar olub. Çünki bilirlər ki, mənim saçım vızdır. Mənim saçım vız və çox cotdur. Mən bundan istifadə edirəm. Qızlar, antifriz smooth. Vız-vızların qabağını alır. Bunu da Famil üçün almışam. Çünki Familin əlində ekzema var və həkim ona vazelin demişdi. Mən də belə bir şey aldım. Bu orijinal vazelindir. Yəni ki, şey deyildi. Azərbaycanda bəzi yerlərdə, marketlərdə xüsusən də görürsünüz ki, fake'ləri var. Ora güvənirəm deyə oradan bunu sifariş elədim. Amma mən düşünməzdim ki, bu boyda olacaq. Güya çantasına atmaq üçün almışdım. Amma valla çantalıq deyil. Düşünürəm balaca qutulara tökərəm, elə qoyaram Familin çantasına. Qızlar, bu günlərimdə çox maraqlı bir gündür. Çünki bugün sinemaya gedəcəyik. Dəniz sinemasına. Dəniz. Buna bura bax da. Bu yataq otağını çox soruşan olub ki, bu sizin yataq otağınızdır. Niyə görə kravatlarınız, yataqlarınız ayrıdır? Qızlar, həyat yoldaşı olan insanlar, yəni ər-arvadı niyə kravatı ayrı olsun? Təbii ki, bu ikinci yataq otağıdır. Birinci yataq otağı deyil.
Luna burada uzanıb və heç nədən xəbərsiz, olacaqlardan xəbərsiz. Amma bugün Luna dünya şampionluğunu müəyyən eləyəcək. Luna deyir, nə umurumda. Deməli, kağızı bir İspaniya yazmışam, bir Argentina yazmışam. Bu kağızları indi belə bükəcəm, atacam Luna'nın qabağına. Mənə çox maraqlıdır ki, Luna düzgün təxmin. Bir də Luna'nın baxışlarına baxın siz Allah. Luna görəsən düzgün təxmin eləyəcək ya yox. Davay, atıram. Hansını? Onu dəqiq. Nə oldu, ikisini də iynədim, bir də atıram. İkisindən birini atıram. Birinci kimin hansının yanına geçsin o? Aha. Tez ol. Aha, все, odur. Da. Baxaq görək nə çıxır içindən. Və Argentina. Luna, sən Argentina seçdin. Qızlar, siz artıq bu vloqa baxanda artıq biləcəksiniz kimdir dünya çempionu, şampiyonu, amma Luna indi bunu seçdi. Axşam görərik. Qızlar, deməli biz yola düşdük. Gedirik indi birinci baldızımgilə, baldızımı və onun yoldaşını götürəcəyik və gedirik sinemaya. Deməli yadınızdadırsa, mən əslində bir dəfə deyəndə özü düz bir il bundan əvvəl biz gedəndə həmin sinemaya yoldaşımla familiyla bir yerə getmişdik. Təxminə və Zavura. Biz ora gedəndə özümüzlə bilmirdik də, yəni ilk dəfə idi gedirdik. Özümüzlə day, çipslər, nə bilim soklar, nələr belə atışdırmalıqlar alıb aparmışdıq. Nəysə elə qapıda saxladılar ki, olmaz. Yəni heç nə ilə icazə adi su belə qoymadılar içəri keçirtməyə. Mən bu dəfə nə etdim? Famil deyir ki, sən ala lazım deyil də, oradan alarıq. Bir dənə simiçka qoydum. Günə baxan tumu qoydum çantama. Amma çantamın da içində balaca belə yer var, ora qoydum. Bilməm indi görsələr çıxardacağam, görməsələr də heç nə olmaz da. Nə olacaq ki? Çünki keçən dəfə orada nə qədər adam açdı sumkasını çıxartdı, yeyib içirdi. Yəni bir də məni gördülər elə bil ki. Nəysə, görək indi başımıza bugün necə gözəl şeylər gəlir. Biz kinonun başlama saatından biraz tez gəldik ki, oturaq, nəsə içki sifariş eləyərik, içərik və söhbət edərik. Mən belə marakuya və mangonun qarışığı soyuq çay sifariş elədim. Qızlar, elə bilin içinə şərbət qatmışdılar. Ya bilmirəm, 10 qaşıq bunlar şəkər tozu qatmışdılar. Boğazım şəkərdən yandı. Əslinə baxanda heç görüntüsü də o qədər də ürək açan deyildi. İçki ürək açan olmasa da mənzərə çox ürək açan idi. Bu dənizin görüntüsü, bizetkada oturub bizim belə xoş söhbət eləməyimiz, hələ söhbətdən sonra axşam burada sinema keyfi çox yadda qalandı. Bilmirəm demişəm yoxsa yox qızlar, bu Mambo Beach'dir. Mambo Beach'in içindədir. Saat demək olar ki 8-ə qədər burada plyajdır. Yəni ki dənizindən istifadə eləyirlər, baseynlərindən istifadə eləyirlər, köpük partisi olur və s. Bu gün də tərslikdən o qədər güclü bir külək var idi ki, saçım başım yenə bir-birinə qarışmışdı. Demək qızlar, sizə nə deyim? Sinemaya gələnlərin çoxsu elə cütlüklər olur, yəni sevgililər olur, nə bilim nişanlılar, bilmirəm də bizim kimi evlilər və kino başlamamışdan əvvəl həmin cütlüklər dəniz kənarında çox romantik belə dəqiqələr keçirirlər. Də cəmaatı çəkib sizə göstərmədim, amma bunu deyirəm. Dışarı çıkabiliriz diye düşündüm. Nereye gitmek istiyorsun? Duyduğuma göre tekerlekli sandalyeyle binebileceğim bir arabam var. Arabayla gezdirsem iyi gelir dedim. Temiz hava alırım filan. Messi'nin vuruşu. Önüne iki futbolcu gelir. Lamin'den çerme ve açasına. Dani Olmo istikametini götürme. Bizdə zalda televizor olsa da, orada rahat bir televizor olmasa da proyektorumuz var. Bunu Temu'dan almışdım və görün artıq 2 ildən çoxdur ki, mən bunu işlədirəm. Özümü elə hiss edirdim ki, elə bilin ki, stadion mənim qarşımdadır. O biri otaqda işıq yanırdı və onun işığı bu otağa düşürdü deyə tam belə aydın görünmür. Amma o biri otağın da işıqları sönəndə, yəni tam qaranlıq otaqda daha aydın və daha net görüntü olur. Özümü əsəbləşirəm deyə niyə? Çünki mən axşam vlogu sonlandırmağı unutmuşam.
unutmuşam deyəndə əslində yatıb qalmışam və mən həmin hissələrə tam baxa bilmədim. Birinci yarıya qədər baxdım futbola. Bu arada dırnaqlarım da pis günə düşüb. Bunları da düzəltməliyəm. Eybi yox, bu gün onsuz da evdəyəm və bunları çıxartmışam. İndi sizə bunları danışım və vlogu sonlandıracağım. Növbəti vlogda görüşəcəyik çünki. Bu və bu şokoladlar Polşadan gəlib, bilirsiniz, baldızım gətirib mənim üçün. Çox sağ olsun və bunların videosunu çəkmək istəyirəm. Çünki maraqlı anlar deyə düşünürəm. Shorts halında elə YouTube'da paylaşacağım. Belə qızlar, indi mən bugünün planlarını qururam. Bugün çünki başqa bir vloga başlamağı düşünürəm. Ona görə burada vlogu sonlandırıram. Sizlərin hər birinizi çox sevirəm. Gələn vloqlarda inşallah görüşərik. Hələlik özünüzə yaxşı baxın.